Bir daha salam. İndi mən sizə kəndimizə aid maraqlı məlumatlardan birini yenə paylaşım. Hal-hazırda mən Murdar Dərə adlanan yerdəyəm. Baxın, bu dərə yuxarıdan gəlir. Ta o Mirayalın döşündən Mirayal yalı var. Onun döşündən demək bir Mirayalın soldakı o Uşqa adlanan hissəsinə yaxın hissədən, bir də sağda Mirayalın əsas bel hissəsindən gələn dərə. Yəni iki dərədir. Bir Qarameşə dərəsi yuxarıda, bir də Qozlu dərəsi. O dərə birləşir və bu əmələ gətirir Murdar dərə. Niyə buna Murdar dərə deyiblər? Onu tam dəqiq deyə bilmirəm, amma mənim fikrimə görə bu dərənin biz uşaqkən suyundan çox içmişik. Belə xüsusi bir qoxusu var. Çox da xoş olmayan, elə bir ki gölməçə dadı verən bir qoxusu var. Mənə elə gəlir ki, o səbəbə görə bura Murdar dərə deyiblər. Bir başqa versiyada var, onu o gün daim oğlu Musa danışırdı. O versiyada odur ki, yuxarıda o dediyim kimi baxın, yuxarıda Qarameşə adlanan bir meşə var. Orası sıx meşə. Əvvəllər lap sıx olub, sonra biz cəmaət oranın meşəsini qırıb azaltmışdı. Bax, həmin o sıx meşədə, o qara meşə var. Bu qarşıda göstərdiyim biraz sağ tərəfə aid. Keçəl Xumdunun solu Mirayalın aşağısı olur. O qara meşə o qədər qatı meşə vardı ki orada. Dayıoğlu da eşitdiyinə görə o meşədə vəhşi heyvanlar çox qırılırmış həmin meşədə. Yəni bu suyun qara meşədən gələn mənbəyində ölürmüş. Ona görə həmin o deşlərə görə bu suyun qoxusu elə xoşa gəlməz qoxu halını alırmış. Ona görə də cəmaət bu sudan içməzdi. Bizə də deyirdilər ki, uşaq vaxtı çalışın o sudan içməyin. Amma biz yenə də susadığımız vaxt əlbəttə ki içirdik. Baxın, indi mən sizə Keçəl Xandı göstərim. Onun sol tərəfində dediyim kimi qara meşə. Bax, ortadakı burun görünən, orada daşlı burun deyirik. O burun Qozlu dərə ilə qara meşəni ayıran bir burundur. Orada da ən çox, kəndimizdə ən çox zirinç kolları orada olardı. Ta o dağın yuxarı hissəsindən başlamış aşağı hissəsinə qədər orada zirinç kolları vardı. Biz yaz vaxtı zirincin yarpaqlarını yerdik. Sonra payız vaxtı da meyvələrini yerdik. Zirinç bilirsiniz, çox dəyərli, çox faydalı bir bitkidir. Onun İngilizcəsi Burberry. O Burberry ətirləri də məhz zirincdən hazırlanır. Yəni dediyim kimi həm də kosmetikada faydalı bir bitkidir. Bax, indi mən sizə göstərirəm Hüseyb babamın düzü. Hüseybin düzü deyirdilər qısaca. Bax, o yuxarıdan meşənin başladığı yerdə ta aşağı bütün o hissə, onun o yüzü də çox böyük, geniş sahədir. Hüseybin düzü adlanır. Orada kolxoz taxıl əkirdi. Bir ara 1-2 il qarğıdalı əkmişlər. Yəni çox böyük bir düzüdür. Və düzün o başında da bir armud ağacı vardı. Hüseybin armudu deyirlər və onun o tərəfində də bulaq vardı. Hüseyb babamın düzü niyə ora deyirlər? Çünki Hüseyb babam hələ Seyidlərdə yaşadıkları vaxt, yəni 1921-ci ilə qədər buranı ara yaylaq olaraq istifadə ediblər. Bu kənd bizim Seyidlərin ara yaylağı olur. Hüseyb babam gəlirmiş ora, məsələn, yaz təzə başlayanda bura bir müddət burada qalıb köçürmüşlər dağa. Payızda da eyni şəkildə dağdan yenilmişlər. Bir müddət burada qalıb sonra köçürmüşlər Seyidlərə. Çünki Seyidlər bizə nəzərən hardasa bir 3-4 dərəcə, bəlkə də daha çox isti olan yerdir. Orada həm yaz tez gəlir, həm də havalar çox tez isinir. Üzbə-üzdə kəndimizi göstərirəm sizə. Alqovunun yerdə qalan, belə deyək, xarabalıqları. Baxın, o qurumuş ağacın yanındakı ev bizim ev, yəqin ki görürsünüz üzbə-üzdə. Bu da bizim kəndimiz, kəndimizin ətrafı. Hələlik bu videoda bu qədər.
çalışacağım yeni maraqlı hiss etdiyim məlumatları sizlə paylaşam. Sağ olun.